Bir cinayetin törədilməsi istəyir, qanunsuz sahibkarlıq, digər maddələrdən törədilməsinə dair hər hansı bir sübut istintaq orqanı etməsə də, təqdim eləməsə də, istintaq materiallarında olmasa da hökm çıxartdılar da. Kesin böyle, kenara kesin. Gel böyle bir kenar gelsin. Onsuz da bu Azərbaycan məhkəməsindən ədalətli qərar gözləmək olmaz. Gözləmirdim də. Təəssüf ki, təəssüflənirəm, məyus oluram, amma ki gözlənilən idi. Nəticə gözlənilən idi. Əslində uşaqların hamısı çox şey danışdı. Yəni belə ürəyimdən tikan çıxdı onları danışdıqca. Amma yenə də Azərbaycan reallıqları idi hamısı. Yaxşı çıxış elədilər, güclüdülər, möhkəmdilər. Afərin hamısına qürur duyuram. Hökm oxundu, əvvəlcədən də məlum idi. Qanunsuz olaraq azadlıqdan məhrum etmə cəzası verdilər, ağır cəza verdilər. Baxmayaraq ki, heç bir sübutlar yox idi və ittiham tərəfi hər hansı bir cinayət hadisəsini eləməyini, etməyini, törətdiklərini sübut eləyə bilmədi. Amma baxmayaraq ki, qanunsuz, əsassız hökm çıxarıldı. Məhkəmənin gedişində də məlum idi. Ümumiyyətlə, o iş, cinayət işi icraata götürməli deyildi. Çünki sübutlar yoxdur, amma buna baxmayaraq yenə qanunsuz hökm çıxartılmalıdır. Deyiləsi başqa əlavən yoxdur. Mən orada Elnarə Qasımovanın vəkili, yəni müdafiəçisiyəm. Yəni Elnarə haqqında bir dənə sübut yoxdur. Mən keçən dəfə də çıxışında dedim, qanunsuz əsassızdır. Qaçaqmalçılıqla bağlı hər hansı bir cinayetin törədilməsi istəyir, qanunsuz sahibkarlıq, digər maddələrdən törədilməsinə dair hər hansı bir sübut istintaq orqanı etməsə də, təqdim eləməsə də, istintaq materiallarında olmasa da hökm çıxartdılar da. Bir gün artıq 19 aydan sonra Abzas Medianın məhkəmə prosesi yekunlaşdı. Bir gün uşaqlar təqsirlənən şəxslər kimi çıxış elədilər, son söz söylədilər və heç biri də bildirdik, hamısı bildirdi ki, əslində heç bir cinayət etməyiblər. Burada olmaq səbəbləri fəaliyyətlərinə görədir. Amma çox təəssüf ki, məhkəmə bizim arqumentləri qiymətləndirmədi, nə də onların son sözlərinə diqqət etmədi və hər birini ittiham olunduqları 7 maddə üzrə təqsirli bildi. Ülvi, Sevinç, digərlərinə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi. Özləri, bir gün onların son sözü idi və onlar son sözdə öz münasibətlərini bildirdilər. Yəni, onlar bu ittihamlarla razı deyirlər. Bildirdilər ki, yəni, onlar heç bir cinayət etməyiblər.